Baxın, deyirsiniz bəzən çevrə qura bilmirəm. Əsasən də yaxşı bir kişi ya qadın tapa bilmirəm. Münasibət üçün ya da bəzən yoldaşınızdan, sevgilinizdən, partnyorunuzdan şikayət edirsiniz. Məsələn, bilirsiniz nədədir? İnsan yalnızca özündə olan bir şeyi başqasında görüb təyin edə bilir. Və yalnız təyin edə bildiyi şeyləri həyatı üçün götürə bilir. Bir də təkrarlayacağım, diqqətlə dinləyin. İnsan yalnız və yalnız özündə olan xüsusiyyətləri, proqramları, bir şeyləri təyin edə bilir başqasında. Yəni sizdə olmayan hər hansısa bir proqramlar və xüsusiyyətlərdən ibarət naborkada olan bir insanı siz həyatınızda saxlaya da bilmirsiniz. Niyə? Çünki çəkə də bilmirsiniz həyatınızda, təyin edə bilmirsiniz. Əslində hər yerdədir. Baxırsınız, şüşədən baxa bilərsiniz, pəncərədən hardansın. Hər yerdədir, sadəcə təyin eləmək olur. Siz əgər istəyirsinizsə ki, həyatınızda müəyyən komplektasiyada insanlar ya da bir spesifik bir insan formalaşsın həyatınızda, özünüzdə birinci onu təyin etməlisiniz. O demək deyil ki, özünüzdə mütləq çoxluq olmalıdır ki, var dövlətli biri ilə görüşəsiniz və s. Yox. Ya da dostlarla bağlı, yox. Düşünün, həqiqətən də gözəl bir insan, çox zəngin, intellektual sərhədləri olan, itirmə qorxusu olmayan bir insan gətirirlər sizin evə. Və siz sırf təyin edə bilmirsiniz, onda olan xüsusiyyətləri dəyərləndirə bilmirsiniz. Və dəyərləndirə bilmədiyiniz üçün də o insanlar həyatınıza gəlsə də ya çox az qalır, ya da ümumiyyətlə gəlmir. Deməli, burada strategiya nədir? Özünüzdə gelişdirmək. Necə ki, hər bir psixolojik bir xəstəlik və s. müəyyən bir psixolojik komplektasiyadır. Yəni, uşaq vaxt falan şey yaşayıb, özünü bu cür aparır, bu cür reaksiya verir və s. Həm nevroloji, sinir sistemi də ona fokuslanıb. Məsələn, narsistik pozuntu, bütün sinir sistemi, psixolojik olaraq, xarakterlər, toplusu və s. hamısı birlikdə, həm fizioloji, həm psixoloji hamısı birlikdə belə bir insanı formalaşdırır. Komplektasiya budur. Maşınlarda necə olur komplektasiya? O cür. Eləcə də hər bir baxdığınız müəyyən xüsusiyyətdə insan bayaq bir qoymuşduq. Mənim deyirəm, məndəki dəri, məndəki status, İlham Əquliyeva deyir, məndəki ailə tərbiyəsi. Bax, bunlar hamısı, ya da kiminsə gördüyünüz maşını və s. evi, biznesi, müştəri və s. bunlar hamısı müəyyən bir komplektasiya, toplusudur. Və bu topluluğu özünüzə hamı yığa bilər. Sadəcə proqramlar toplusudur. Buna bir dənə təyin edin ki, mümkündür və bu çox gözəl bir şeydir. İnsanlar boşuna bu qədər yatırım eləmir özünə, mentorlarına. Milyonerlərin 90%-nin mentorudur. Statistika var, baxın, 90%-nin. Yəni belə, bunlar hamısı dəyişən bir şeylərdir, yığın öz komplektasiyamızı.